Mən belə deyərdim də, yəni ata sanki öz günahlarını bağışlamaq üçün. Çünki 18 yaşına kimi bu xanıma baxmadı. Yəni ata istədi ki, yəni qızına vermədiyi sevgini, həm də sənət adamı idi də. O istəmirdi ki, məsələn, qızı bijuteri ilə efirlərə çıxsın. Və Sovet dövründə, o dövrdə ən bahalı brilyantlarla efirə çıxmaqda da problemlər var idi. Ancaq hamı bilirdi ki, Tamila xanımın atası harada işləyir, necə əldə eləyir. Yəni, başqa yollarla Tamila xanım o brilyantlara sahib olmayıb. Atasının bəxşişləridir. Deyim ki, başqa digər yollarla bunu əldə edib, yox. Ona görə öz atasının halal qızılları idi və qızı da taxırdı onu. Təbii ki, həmin qızıllar, brilyantlar sonradan bir nəslin, bir ailənin faciəsinə gətirib çıxartdı. Bu da təbii ki, pis xislətli insanların niyyəti. O brilyantlara sahib olmaq. Yəni, bilirsiniz, xaricdən gətirilən brilyantlar başqa şeydir. Xalis brilyantlar. Yəni, o həmişə brilyantların içərisində üzən bir xanım olub. Deyim ki, bəlkə də o brilyantlarla qab da yuya bilərdi. Onu heyfslənmirdi. Paltar da o brilyantlarla yuya bilərdi. Çünki artıq 18 yaşından sonra artıq o tamam başqa bir həyatı yaşadı. Ən bahalı parçalardan paltarlar tikdirib. Yəni, ucuz paltar da qeymir Tamila xanım. Və deyim ki, konsertləri də həmişə yüksək səviyyədə qeybir. Yəni, zal dolub, o boş zalda o konsert verməyib. Azərbaycanda o dövrdə qara brilyant deyilən bir şey var idisə, orada 4 adamda var idisə bir Tamila xanım idi. Və çox maraqlı idi, Tamila xanım onu belə xarici dövlətlərdən də gələndə çox asanlıqla onu sərhəddən keçirtmək qüdrətinə malik bir xanım idi.